Allahu Ekber, Allahu Ekber. La ilahe illallah, Allahu Ekber. Allahu Ekber ve lillahil hamd. Ya Allah. Cərgələrinizi sıxlaşdırın, həm də düz. Bir sözlə hər birinizi, bütün müsəlmanları bu müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allaha sonsuz həmd olsun, sonsuz şükürlər olsun ki, belə bir günü bizə nəsib etdi. Amin. Şükür Allaha. Allaha sonsuz həmd, sonsuz şükürlər olsun. Amin. Allah Azərbaycan ordusunu qorusun. Amin. Amin inşallah. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin. Şəhidlərimizə can sağlığı versin. Amin. Allah'ın izniyle Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Allah Azərbaycan ordusunu həmişə müzəffər etsin. Amin. Həmişə düşmənlər üzərindən qalib etsin. Amin. Allah bütün ordumuzu qorusun. Ali baş komandanımızı qorusun. Onu hidayət etsin. Amin. Yani Allah sonsuz hem sana olsun ki biz öz kəndimizdə Ramazan bayramı namazını qılırıq. Şükür bu bizə nəsib oldu. Allah'a sonsuz. Gülahlı torpağına ümumi olarak birinci dəfədir ki, belə kütləvi şəkildə gəlmişik. Və ilk dəfədir ki, 100 illər ərzində, yəni bir əsrdə yeganə bir haldır ki, Avdal məscidində dağılmış da olsa, talanmış da olsa, kütləvi Ramazan bayramının namazı qılınır. Allah tutulan oruçları, qılınan namazları Allah qəbul dərəcəsinə yazsın. Və bu günləri bu işi təşkil edən hamının yaxşı bilir, hamı məlumatlıdır. Avdal Xeyriyyə Yardım Birliyidir. Neçə ildir bu yardım birliği yaradılır. Və bunların da məqsədi, bu birliğin məqsədi Avdal kəndində nə qədər ki hələ bura köçməmişik, nə qədər nə burada olan işlər var ki, yollardır, qəbirstanlıqdır, bulaqlarımızdır, yollarımızdır, bunların hamısını düzeltmek, bunların hamısını bərpa eləmək, o da yavaş-yavaş hamısı gəlib yerin alır. Mən hamınızdan xahiş edirəm, bircə dəqiqəlik sakit olaq. Mən bura gələndə belə bir şeirlə gəlmişəm. Elimiz bir olub, gəlib araya, el dara düşəndə yetir haraya. Melham olur 30 illik yaraya, Avdalı Xeyriyyə Yardım Birliği. El tutmaq, əldən qalıba yerlər. Çox görmüşük ötüb keçən fəsillər. Talan yurdu eyləyəcək tər günlər, Avdalı Xeyriyyə Yardım Birliği. Dağılmış yurtlara yollar salıbdır. Hər şəhid adına ağac əkibdir. Qartal olub dağ başına səkibdir, Avdalı Xeyriyyə Yardım Birliği. Bulaqları çaylar kimi çağlayır. Talan yurtlar sinələri dağlayır. Ümidini gələcəyə bağlayır, Avdalı Xeyriyyə Yardım Birliği. Azad olub şəhidlərin ruhları. Kəsilibdir anaların ahları. Çoldan təmizlənibdir görgahları, Avdalı Xeyriyyə Yardım Birliği. Zülmətləri hak nuruna boyanır. El yanında yuxulardan oyanır. Kimsəsizə dayaq olub dayanır, Avdalı Xeyriyyə Yardım Birliği. Gələn nəsil bəhrəsini görəcək. Dərdi olanlara qollar gələcək. Bu Avdal qəhrəmanda ilham verəcək Avdal qəhrəmana. Avdalı Xeyriyyə
yardım verin. Sağ ol kahraman. Allah seni sağ Gelin icazə verin. Bu gözəl məclisdə, bu açılışda indiyənə qədər bu birliğimizi təşkil edən, mütəşəkkil şəkildə bu cemaatimizi bir yerə komlayan Əbdül Doktor'dan xahiş edirəm gəlsin bura. Bəli. Emin buradadır. İnqilab bizim idarə heyətinin sədridir. Buradadır. Ayda müəllimə bizim elimizin, obamızın sayılıb seçilən ziyalı xanımıdır. Uzun müddətdir bu birliğində üzvüdür. Bu məclisin büyünləri də bütün analarımızın, bacılarımızın büyünləri buraya təşkil olunub gəlməsinin səbəbkarı Bəli. Ayda xanımdır, yəni o qadınlar üzrə. Allah seni sağ ol. Günləri burada, bu günü bizə yaşadan şəhidlərimizin anaları buradadır. Əvəz olunmaz qəhrəmanımız Müşfiq Abbasovun anası buradadır. Bizim Xudayarın anası buradadır. Mən onlar başda olmaqla bütün şəhid analarını salamlayıb və onların qarşısında baş əyirəm. Və bu günləri bizim qəhrəmanımız, şəhid anası, qəhrəman anası Zərnigar xanım buradadır. Mən onun qarşısında baş əyirəm. Kimi? Turgut'un anası buradadır. Zibeydə xanım, Vefa da buradadır. Vəfa xanım buradadır, Aydın'ın hanımı. Zibeydə xanım buradadır, Turgut'un anası. Mən Allah'tan onlara səbir diləyirəm. Ruhları şad olsun. Amin. Bu günləri bütün qan çəkən abdallar, külahlılar hamısı yığışıb bu torpağa. Hamı xoş gəlib, səfa gətirib. Eşq olsun elimiz obamıza. Həmçin doktor, xahiş edirəm yaxınlıqda. Buyurun. Allah'a sonsuz həmd olsun ki, o belə bir günü bizə nəsib etsin. Nəsib etdi. Allah bu günü bizə nəsib olmasında canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət etsin. Allah rəhmət can sağlığı versin. Hər birinizin bayramını təbrik edirəm. Allah bizə nəsib etsin ki, bugün bu ildən sonraki bütün Ramazan ayının orucunu, bayramını öz doğma kəndimizdə keçirək. Amin. Allah bütün bu kənddən olub, bu kənddən kənarda, bu kəndin həsrətinin dünyasını dəyişmiş qohum əqrabamıza rəhmət etsin, onların günahını bağışlasın. Allah bugün burada toplaşan, burada olmayan bütün kənd cəmaatın burada toplaşdığı kimi ahirətdə, cənnətində də toplasın. İnşallah bayramınız mübarək, Allah hamınızı qorusun. Ayda xanım, buyurun. Ne lazımdı kardeşler dedi ama bugün benim de sözüm var size. Burada oturanların hamısı benim təbirimcə, benim qaqalarımdır. Əziz kardeşler, bugün bəli, sizin hardasa bir 90%'iniz benim şagirdlərimdir. Hamınızla fəxr edirəm, qürur duyuram. Bu günləri mənim o qədər sevinirəm ki, inanın mən indən sonra bir ayda ac qarına otursam, heç belə acından ölmərəm. Elə bilərəm dünyanı yemişəm toxum. Sizi gördüm, o kadar sevindim ki hiç danışmağa söz tapa bilmirəm həqiqi mənada. Allah hamınızı var eləsin. Bizim hamımız bu günləri Avdal Xeyriyyə qrupu və eyni zamanda Dostluq qrupunun üzvləriyik. Və mən 147 kişinin bir dənə bacısıyam orada. Anasıyam, xalasıyam. Abdal cemaati yuxarı kərəsinin üstündə belə Ramazan bayramını qeyd edirlər. Həqiqətən möhtəşəm bir görüntüdür. İnsanlar belə kütləvi şəkildə burada görmək çox böyük, qürur verici bir hissdir. Gözəl kəndimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Bacıbaqlı kənd cəmaatı oruç bayramını qeyd edir.
Bunlar da sonra yemeği değil mi? Allah katlara Akşamda gariptim ben de garibim, neler çeşti yüreğimden darıktım. Zalim bacalımın kamil aftısı, vafahtısına mi geçti darıktım abay, Allah.
ağlama. Ay ahval perişan ahvalını gördüm. Durmuştu körün şişesine bağlı gördüm. Baktım yanağında o kanak halını gördüm. Hacer buymuş, besleyanım hece gitti. Efsus yarım gece geldi, gece gitti. Hiç bilmedim zaman ömrüm nece geldi, nece geldi.